Hidayətə tabe olanlara salam olsun. Bugün namaz haqqında fikirlərimi paylaşacağam. Hansı ki, namaz sözü bizim dilimizə farscadan keçən bir ifadədir. Quranda bu söz əsasən sələt olaraq ifadə olunur. İlk öncə onu deyim ki, Quranın yeganə yol göstərici rəhbər olduğunu bildikdən sonra ən çox məni narahat edən sual nədən Quran hər bir şeyin müfəssəl izahı olduğunu iddia etdiyi halda, nədən sənin yanına elə bir məsələdə gəlməzlər ki, biz bu kitabda onun müfəssəl izahını verməyək, Quran dediyi halda, nədən qıldığım namazı orada tapa bilmirəm? Yəni, bu mənim ilk vaxtlarda ən çox narahat edən sual idi və məzhəblər də əsasən bizə bu sualı verirdilər. Əgər iddia etdiyiniz kimi hər şey Qurandadırsa, bəs nəyə görə namazı bizim kimi qılırsınız? Bizə oradan necə səzdə etməli olduğumuzu göstər, birinci necə başlamalı olduğumuzu göstər və s. bu kimi suallar verirdilər. Zamanla başa düşdüm ki, bu suallar əslində Allahın izni ilə bizə verilən bir suallardır. Bizim daha dərindən düşünməyimiz üçün, eyni zamanda etdiyimiz xətanın, səhvin fərqinə varmağımız üçündür. Maraqlıdır ki, istənilən mövzularda bizə bir sual verildikdə, Qurandan çox sayda ayələr dediyimiz halda namaz haqqında əsasən Qurana tabe olanlara sual verildikdə ondan yayınmağa çalışırlar və yaxud işarələrlə öz qıldıqları namazı Qurandan tapmağa çalışırlar. Halbuki namaz, toplumdan götürülməyən namaz kənara qoyduqda Qurandan əsla bu gün etdiklərini göstərə bilməzlər, edə bilməzlər. Belə deyək, 10 nəfər şəxsə ver ki, Qurana əsasən namaz qıl, onlar heç bir zaman məzhəbin yerinə yetirdiyi sələti yerinə yetirməzlər. Və bu suallarımda narahat olduğum zaman bir dostumun dediyi bir kəlmə həyatımda demək olar bir dönüş nöqtəsi yaratdı Allahın izni ilə. Ona sual verdim ki, nədən Quranda namazı tapa bilmirik? O mənə gözəl bir cavab verdi. O mənə dedi ki, düşünürəm ona görə tapa bilmirik ki, biz Qurandan öz qıldığımız namazı axtarırıq. Yəni, düşündüm ki, doğru deyir. Həqiqətən Qurana gəlib çıxana qədər insanlar dini yaşadıkları toplumdan, ətraflarından öyrənirlər və artıq zaten biz namaz qılırdıq və Quran oxuyarkən biz sadəcə orada öz qıldığımız, yəni ata-babadan gəlmə bir ənənəvi bir namaz axtarırdıq ki, onu tapmalıyıq və onu tapa bilməyəndə deyirdik ki, Quranda namaz yoxdur. Namaz sanki ənənəvi gəlib, buna ehtiyac yoxdur, Allah vurğulasın və cür buna bənzər ifadələrlə çalışırdıq ki, bu sualdan yayınaq. Halbuki Quran hər bir şeyin müfəssəl izahıdır. Allahın nəbisi Quranla həyatını qurub, Allahın nəbisi Quranda göstərilməyən bir hökmü nə yerinə yetirərdi, nə də bunu insanlara öyrədərdi. Quranda Rəbbimiz nə öyrədir nəbiyə? Sənə nə vəhy gəlirsə ona tabe ol, Allah hökmünü verənə qədər səbr et, o hökm verənlərin ən yaxşısıdır. Və yaxud sizə bəlli olunca qanınızı qaraldacaq şeylər haqqında sual etməyin. Əgər Quran indirildikdən sonra onu sual etsəniz, ona cavab taparsınız. Sizdən əvvəl bir tayfa istəmiş, soruşmuş və buna görə də kafir olmuşdur. Allah vurğuluyur. Yəni, bu Nəbinin dönəmində Quran hələ gəlmə ərəfəsində idi və bəzi suallara insanlar cavabı kənardan axtardığına görə kafir ola bilər deyə Allah təhdid edir və cavabın Quranla aydın olacağını göstərir. Bugün sələt mövzusunda, namaz mövzusunda müxtəlif ixtilaflar var və bir qism təəssüf ki, Qurana tabe olanlar bu sual verildikdə ki, namazı
niyə ənənəvi bu məzhəblərdən götürülmüş halda yerinə yetirirsən, o namaz deyə, yəni bəlli bir artikl keçdiyini göstərir ərəb dilində və deyir ki, o namaz deyilir. Yəni namaz zatən var idi. Ona görə Quranda izah olunmayıb, Quranda yoxdur kimi bir kəlmə işlədirlər. Bu çox yanlış bir ifadədir. Zatən Quranda təkcə o namaz yox, o həcc keçər, o din keçər, bəllilik artiklından keçər ki, o demək deyil ki, biz dini gedib kənardan öyrənməliyik. O demək deyil ki, həcci gedib kənardan öyrənməliyik. Eləcə də o demək deyil ki, sələti biz gedib, namazı biz gedib kənardan öyrənməliyik. Yaxşı, kənardan öyrənməliyiksə, kimdən öyrənməliyik? Məhəmməd Nəbi kimdən öyrəndi? Əgər o namaz var idisə, getdi yahudilərdənmi soruşdu? Nəzranilərdənmi, xaspərəstlərdənmi soruşdu? Əgər onlardan soruşubsa, sən niyə onlardan soruşmursan? İndiki məzhəblərdən soruşaraq yerinə yetirirsən. Və yaxud o namaz deyilirsə, nəyə görə bir qism Quran tək rəhbər deyənlər ruku yoxdur deyirlər və yaxud namazı Azərbaycan dilində qılırlar. Əgər o namazdırsa, heç ümumiyyətlə ona toxunma, rükətə də toxunma, heç bir şeyinə toxunma. Bir qism qunut tutur, sən də qunut tut. Yəni yox, dəyişiklik eləyirsənsə, o namaz demə. Çalış Qurandan namaz öyrən ki, bu nə deməkdir? Ümumiyyətlə sələf haqqında müxtəlif fikirlər söylənilir. Bəzən cavab tapa bilməyəndə yeni bir söz düşünülüb. Namaz hər kəsin şəxsi işidir, heç kim heç kimin namazına qarışmasın kimi bir ifadə işlədirlər. Bu çox yanlış ifadələrdən biridir. Necə ola bilər ki, Allah deyir, əgər onlar sələti iqamə edib, zəkatı versələr, sizin din qardaşlarınızdır və yaxud sələti yerinə yetirin deyə bir əmr verilir. Necə ola bilər ki, Allah heç kimin sələtinə qarışmır, kim nə istəyir eləsin, kim necə istəyir eləsin? Təbii ki, bu belə deyil. Sələt hökmünü əmr edən Allah eyni zamanda təbii ki, sələtin nə olduğunu da ortaya qoyub, sadəcə səmimi şəkildə bunu Allaha sormaq lazımdır, Allahdan istəmək lazımdır və əslində sələt çox bəsit şəkildə də Quranda izah olunmuşdur. Keçək mövzumuza, sələt haqqında danışaq. İlk öncə onu vurğulayım ki, Quranda keçən sələt ifadəsi əsasən ərəb dilində dəstək anlamı verməkdədir və bu Quranın demək olar ki, çox bir yerində uyum saxlayır, uyğun gəlir. Amma dəstək desək də biz bunu bütün Quran ayələri boyu anlamağa çalışaq. Çünki Quranda sələt təkcə bizim gündəlik yerinə yetirdiyimiz namaz dediyimiz deyil, eyni zamanda başqa anlamlarda da keçir. O anlamlara da qısa toxunmağa çalışaq. Misal üçün, sələt ifadəsi vəhlər anlamında keçən bir ifadədir. Yəni, Allah öz vəhlərinə də sələt deyə ifadə edir. Baxaq ayələrə, Allah deyir, məgər göylərdə və yerdə olanların və sıra-sıra uçanların Allahı təsbih etdiyini, yəni Allah dediyi kimi hərəkət etdiyini görmədinmi? Hər biri öz sələtini, bizim dilimizdə desək namazını və öz təsbihini, yəni edəcəyini bilir. Allah onların nə etdiklərini bilir. Diqqət edəcəyimiz hissə burada Allah yaratdığı hər bir şeyin öz sələtini bildiyini bildirir və onların ona uyğun hərəkət etdiklərini bildirir. Deyir, onların hər bir öz sələtini və hərəkətini bilir. Allah onların nə etdiklərini biləndir. Misal olaraq burada nələri misal gətirə bilərik Qurandan? Misal üçün, Allah bal arısına vəhy edir, ona müxtəlif yerlərdə yuva qurulmasını və insanlar üçün şəfa olan bal çıxartmasını əmr edib və bu gün də arı
bu vəhy üzrə hərəkət etməkdədir. Yəni, nə qədər illər keçsin, dünyanın hansı nöqtəsində olur olsun, bal arısı daim Allahın bu tapşırığını yerinə yetirmək üzrə hərəkət edir. Bu, onun Allaha olan təsbihidir. Eyni zamanda buradan bu ortaya çıxır ki, arıya edilən vəhlər onun sələti, onun etdiyi hərəkətlər isə o sələt əsasında olan təsbihidir, yəni hərəkətidir. Bundan başqa biz digər ayədə də görə bilərik. Allah deyir, Allah 7 göy halında göyü yaratdı və hər bir göyə öz işini əmr etdi. Buradan anlayırıq ki, Allahın etdiyi vəhlər sələt anlamında Quranda keçməkdədir. Eyni zamanda istəyərdim Əhzab surəsindəki bəzi ayətlərə toxunaq, 56-cı ayət oxuyaq. Şübhəsiz ki, Allah və onun mələkləri Nəbiyə səlat edir. Ey inanıb güvənənlər, siz də ona səlat edin və bir təslimiyyətlə təslim olun. Ayədə maraqlı ifadə keçir. Allah və mələkləri Nəbiyə səlat edir. Burada biz təbii ki, Allah və mələkləri bizim anladığımız namaz edir. Nəbiyə işlədə bilmərik. Burada sələt yenə də vəhlər anlamında keçməkdədir. Bunu nəyə əsasən deyirik? Baxaq eyni surənin əvvəlki ayəti 42-ci ayəsinə. Allah deyir və səhər axşam onu təsbih edin. Odur ki, sizi qaranlıqlardan nura çıxartsın deyə sizə salat edər onun mələkləri də. Yəni Allah və onun mələkləri artıq bu ayədə 56-da Nəbiyə salat edər dediyi halda 43-cü ayəsində sizə, yəni bizlərə, inananlara salat edir. Kim? Allah və onun mələkləri. Nə üçün salat edirlər? Bizləri zülmətlərdən nura çıxartmaq üçün, qaranlıqlardan işığa çıxartmaq üçün. Bunu necə anlayaq? Örnək olaraq Hədid surəsinin 9-cu ayəsinə baxa bilərik. Sizi qaranlıqlardan nura çıxartmaq üçün öz quluna bəyan olan ayələri endirən odur. Şübhəsiz ki, Allah sizə qarşı şəfqətlidir, qayğıkeşdir. Və yaxud İbrahim surəsinin əvvəllərinə baxsaq, Allah bu kitabla, Quranla insanları zülmətdən nura çıxartdığını göstərir. Demək, ayələri birləşdirdikdə, yəni nə anlayırıq? Demək, Allahın və mələklərinin Nəbiyə dəstəyi Allahın Nəbiyə vəhləri endirməsi idi ki, bu eyni zamanda Allah və mələklərinin bizə də olan bir dəstəyi idi. Yəni, bütün insanlığa olan bir dəstəyi idi və biz də o dəstəyə uyğun hərəkət etməliyik. İbrahim surəsinin 1-ci ayəsinə də baxa bilərsiniz. Əlif, lam, ra, bu bir kitabdır ki, insanları sahibinin izni ilə qaranlıqlardan nura, üstün olan, həmd olanın yoluna çıxartsın deyə sənə endirdik. Yəni, burada da dediyimizin bir daha təsdiqini görürük. Və yaxud sələt ifadəsinin vəhlər anlamında yenə də keçməsinə 19-cu Məryəm surəsinə diqqət eləsək, 59-cu ayəsinə Allah nəbilərdən bəhs edir öncədən və 59-cu ayəsində vurğulayır. Nəticədə onlardan sonra bir nəsil ardıcıl oldu, yəni onların ardından bir nəsil gəldi. Salatı hədər etdilər və arzularına, istəklərinə tabi oldular. Tezliklə cəzalarını alacaqlar deyə Allah ayəni yekunlaşdırır. 19-cu surənin, Məryəm surəsinin 59-cu ayəsi idi. Çox danışa bilərik, çox ayələr misal gətirə bilərik. Sadəcə səsin qısa olması üçün çalışdığım qədər çalışacağam ki, qısa keçək ayətləri. Eyni zamanda bir ayət də örnək gətirin bu mövzuya aid. Şuayb Nəbiyə deyilən bir ifadədir. O, insanları atalarının qulluq etdiklərini tərk etməyi, tək Allaha ibadət etməyi və
mallarında ölçüdə, çəkidə doğru olmağa çağırır, ədalətli olmağa çağırır və Şuayba deyilən bir ifadədir ki, ey Şuayb, atalarımızın qulluq etdiklərini tərk etməyimizi, yaxud mallarımız barədə istədiyimizi etməyi sənə salatınmı əmr edir? Yəni, biz necə mallarımızla rəftar etməliyik, atalarımızın qulluq etdiklərini tərk etməliyik deyə sənə bunu salatınmı əmr edir ifadəsi işlədirlər. Buradan da bizə aydın olur ki, Şüeyb özündə olan vəhlər, yəni ona endirilən kitab sayəsində insanları atalarının ibadət etdiyindən çəkindirirdi, eyni zamanda ədalətə doğru olmağa çağırırdı. Eyni zamanda salat Allahın vəhləri olduğu kimi, salat etməyin özünün də təbliğ anlamı var Quranda. Baxaq o ayətlərə də, misal üçün Ələq surəsindən örnək gətirək. Allah bildirir, çəkindirən kimsəni gördünmü, salat etdiyi zaman bir qulu. De, əgər o doğru yoldadırsa, istiqamət üzərindədirsə və yaxud qorxmağa əmr edirsə, yəni o şəxsi qarşı tərəfi düşündürür ki, bir düşün, bəlkə də o qorxmağa əmr edir və doğru yoldadır. Yəni, burada salatın bir təbliğat olduğu fikrindəyəm, hansı ki, o salatla qorxmağa əmr edirdi. Və ya İsra surəsi 110-111-ci ayətlərə diqqət edək. Bunun bağlantılı ayətlərindən oxuyaraq anlamağa çalışaq. De, Allah çağırın və yaxud da Rəhman çağırın. Necə çağırsanız, ən gözəl isimlər Allaha məxsusdur. İsim sözü eyni zamanda xüsusiyyətlər, yəni Allahın xüsusiyyətlərini göstərən bir şeydir. Quranda bu anlamda da keçir. Çünki hər bir isim zaten Allahın hansısa bir xüsusiyyətini bizə xəbər verir. Və salatında aşkar etmə, sual yaranır nəyi anlamağa çalışacağıq və gizlətmə, sual yaranır nəyi. Bunun arasında yol axtar, yəni orta bir yol tut. Bu Quranda digər yerlərdə bu ifadə orta bir yol tutmağa aid işlənir ki, bu kitabın özünə müraciət etməyə çağıran bir ifadədir. Bu ayəti və ardından Allah deyir 111-ci ayəsində, de, həm də Allaha məxsusdur, o ki övlad götürməmişdir və hakimiyyətində şəriyi olmamışdır və acizliyindən vəlisi də olmamışdır. Yəni bir dosta, bir vəliyə ehtiyacı yoxdur. Və onu böyüklüklə böyük tut. Yəni Allahı ucalt. Və indi bu ayəti anlamaq üçün biz Ərəf surəsinin 7-ci surənin 180-ci ayəsinə diqqət etməliyik. Və ən gözəl adlar Allaha məxsusdur. Allah vurğulayır yenə də isimlərindən, xüsusiyyətlərindən. Elə isə onu bu adlarla çağırın və onun adları barəsində əyirliyə dalanları tərk edin. Onlar etdikləri şeylərin qarşılığını alacaqlar, yəni cəzalarını alacaqlar. Burada maraqlı ifadə, elə isə onu bu adlarla çağırın və onun adları barəsində əyirliyə, azğınlığa dalanları tərk edin. Allahın isimləri barədə azğınlığa dalanlar kimlərdir? Biz bunu Quran boyu da görürük. Misal üçün, Allaha övlad istinad edirlər, Nəzranilər dedilər ki, İsa Allahın oğludur, Yahudilər dedilər ki, Üzeyr Allahın oğludur və yaxud özləri haqqında dedilər ki, Yahudilər biz Allahın oğulları və sevimliləriyik və yaxud günümüzdə də misal üçün məzhəblər öz imamlarının axirət günü onlara şəfaət edəcəyini vurğulayırlar. Halbuki Allah Quranda özündən başqa şəfaətçi olmadığını vurğulayır. Eyni zamanda kimlərinsə, misal üçün, Həzrət Əli insanları cənnət və cəhənnəmə böləcək deyə ifadələr işlədirlər. Halbuki Quranda Allah din gününün sahibi kimi özünü göstərir və Allahın izni olmadan heç kimə kömək olunmayacağını bildirir. Yəni, insanlar Allahda olan
xüsusiyyətləri ya əksildirlər, ya da Allahda olmayan xüsusiyyətləri Allaha aid edirlər və İsra surəsində Allah salatında, yəni təbliğində nə aşkar etmə, nəyi aşkar etmə, Allahın sənə göstərmədiyi, aşkar etmədiyini aşkar etmə. Eyni zamanda, yəni danışma bu haqda, nə ki Allah söyləməyib, o öz xüsusiyyətləri haqqında eyni zamanda gizləmə deyir. Çünki Quranda olan Allahın sifətlərini, xüsusiyyətlərini gizlətmək olmaz. Biri iddia edəndə ki, əli böləcək insanları cənnətə və cəhənnəmə, sən Allahın bunu edəcəyini söyləməlisən. Din gününün sahibinin Allah olduğunu, hakimiyyətin ona məxsus olduğunu ona söyləməlisən, gizlətməli deyilsən. Yəni, bu ayə də təbliğata işarə olan ayətlərdən biridir. Buna səbəb əsas nədir? Quranda toplum içində namaz deyə anlaşılan sələt ifadəsi əslində Quranda sələtül iqamə olaraq qamə feili ilə keçər. O kəlmə ilə zamanlarla bağlı anladığımız sələtül fəcr, sələtül işa, yəni sübh, axşam namazları iqamə feili ilə keçər və bizə düşünürük ki, anlayırıq ki, Quranda Allah biz namaz dediyimiz, anladığımız məsələni sələtül iqamə, namazı yerinə yetir, namazı qıl ifadəsi ilə göstərməkdədir. Yəni, sırf o ifadə ilə seçilir ki, biz qıldığımız, yəni yerinə yetirdiyimiz sələtdən söhbət gedir. Sələtül iqamə ilə bağlı ayətlərə baxaq, ümumiyyətlə namazı necə yerinə yetirməliyik, öz dilimizdə deyək. Bu çox bəsitdir əslində. Namazı əvvəldə vurğuladığım kimi Allah qeyri-müəyyən yox, açıq şəkildə göstərib. Mənə sual verildikdə ki, namaz nədir? Mənim cavabım odur ki, Qurana əsasən namaz Quran üzərində olan bir cəhddir. Yəni, Allahın bizə bəlirli vaxtlarda mütləq şəkildə onu oxumalı olduğumuzu, dəstəmaz olaraq oxumalı olduğumuzu qoyduğu bir hökmdür sələt. Biz adi vaxtlarda Quran oxuya bilərik, amma sələt zamanları Allahın bəlirli zamanlarıdır ki, həmin vaxtlarda bu əmri mütləq sələt olaraq yerinə yetirməliyik. Bunu hansı ayələrdən anlayırıq ki, sələt Allahın kitabının öyrənilməsi üçündür? Bunun üçün bir neçə ayət örnək gətirəcəm. Dediyim kimi, əslində bu mövzu ilə də çox şəkildə ayət var, amma mən qısa anlayaq deyə bir neçə ayətlə çalışacağım bu fikri izah edim Allahın izni ilə. İsra surəsi 78-79-cu ayələrdə önəmli mesajlar var Allah tərəfindən. Çox diqqətlə dinləyək. 78-ci ayədə Allah buyurur və günəşin yox olmasından gecənin qaranlığına qədər salatı iqamə et. Yəni, salatı yerinə yetir. Və yerinə yetir sübhün Quranını da. Burada önəmli bir hissə var. Allah çox bir yerdə namazın zamanlarını bizə izah edəndə sələtül işa, hansı ki, burada da o işanın bizə zamanını açdı. Demək, bu işa nə vaxtı? Günəşin yox olmasından, bizim dilimizdən desək, batışından gecənin zülmətinə qədər bu işa namazının zamanıdır. Və sələtül fəcr keçdiyi çox yerdə burada maraqlı olaraq sübhün Quranını da bizim dilimizdən desək, qıl, yerinə yetir deyə bir ifadə göstərir. Bu ifadə sübh namazının yerinə keçirdərək sübhün Quran ifadəsini işlədir. Çünki zaten sələtimizdə dediyimiz ifadələr Allahın sözləridir, Qurandır. Ona bir işarə olaraq vurğulayır və bəzən tərcüməçilər də, məzhəb nümayəndələri olsalar da bunu sübh namazı kimi tərcümə edirlər. Və burada ayətin sonunda keçir ki, və sübhün Quranı şahid olunandır. Burada vurğu vurmaq istəyərəm ki, sübhün Quranı şahid olunandır Allah deyəndə, o demək deyil ki,
müşahidə olunan ancaq sübh namazıdır və yaxud sübh vaxtı oxuduğumuz Qurandır. Yunus surəsinə biz diqqət eləsək, səhv eləmirəmsə 59 yoxsa 60-cı ayələr olmalıdır. Allah vurğulayır ki, sən Qurandan nə oxusan, nə iş görsən, siz Qurandan nə oxusanız, nə iş görsəniz, onlara daldığınız zaman biz sizə şahid olarıq. Yəni, hər bir zaman Allah bizə şahiddir. Yəni, burada xüsusi sübhü vurğulaması Quranın bir üslubudur. Buna bənzər üslublar var Quranda. Misal üçün, Allah deyir, biz nəbilərin birini digərindən üstün etdik və Musa ilə açıq səslə danışdıq. O demək deyil, Musa digər nəbilərin hamısından üstündür. Çünki digər ayədə də, buna bənzər ayətdə Allah deyir, biz nəbilərin birini digərindən üstün etdik və Davuda səhifələr verdik deyə ifadə keçirilir. Davam eləyək ayəyə. Biz nə gördük? 78-ci İsra surənin 78-də gördük ki, Allah axşam və sübh namazından danışır və sübh namazını Quranla əvəz eləyir. Sübhün Quranını qıl deyir, yerinə yetir deyir, namazın iqamə feilindən. Və 79-da Rəbbimiz buyurur və gecə də qalx, sənə əlavə olaraq onunla, yəni Quranla cəhd et. Oyaq qalaraq cəhd et ifadəsini işlədir. Ola bilsin ki, sahibin səni həmd məqamına yetişdirsin, qaldırsın. 79-cu ayə bizə nəyə izah edir? 78-ci ayədə Allah nəbiyə və iman edənlərə namazın, sələtin zamanlarını göstərir. Axşamı və sübhü. Və 79-cu ayəsində, növbəti ayəsində Allah bildirir ki, gecənin bir vaxtı da sənə əlavə, yəni bunu nəbiyə məxsus olaraq göstərir, qalxıb əlavə onunla cəhd et deyə bir ifadə işlədir. Demək, adi yerinə yetirdiyimiz, bəlirli vaxtlarda yerinə yetirdiyimiz sələtlər Quran üzərində olan bir cəhdidir ki, Allah 79-cu ayədə əlavə olaraq da gecə vaxtı sən cəhd et deyə nəbiyə əmr edir. Və bu cəhdin nədən ibarət olduğunu anlasaq, sələtin də nədən ibarət olduğunu anlayacağıq. Çünki əlavə olaraq nəbi qalxıb nə edirdi? Demək, insanların sübh və axşam etdiyi də o idi. Sadəcə nəbi əlavə cəhdi gecə edirdi. Yəni, baxaq Müzəmmil surəsinə, bunda Rəbbimiz açacaq bizim üçün. Allah buyurur Müzəmmil surəsində, ey örtünən, gecənin az istisna olmaqla qalx, onun yarısı, yəni gecənin yarısı, yaxud biraz az, biraz ondan əksilt, yaxud biraz çox, yəni oyaq qaldığı zamanlara işarə eləyir və Quranı tərtillə tərtil et, aramla oxu, nizamla oxu, nizamla kimi bir ifadə işlədir Allah. Allah bunu bizə göstərməklə, yəni sələtin nə olduğunu bizə açıqlayır. Çünki nəbinin bu etdiyi əlavə Quran üzərində olan bir cəhd idi və toplu olaraq da edilən sələtlər demək Quran üzərində olan bir cəhd idi. Çünki əlavə cəhdi nəbi edirdi. Gecələr. Keçək növbəti ayətə, hansı ki, sələti gözəl açıqlayan ayətlərdən biridir. Ənkəbut surəsi 45-ci ayə. Allah buyurur, kitabdan sənə vəhy ediləni oxu və salatı yerinə yetir. Şübhəsiz ki, salat çirkinlikdən və Allahın bəyənmədiklərindən çəkindirər. Bu Allahın ismi olaraq keçər, zikri ən böyükdür və Allah nə etdiklərinizi bilir. Allah kitaba işarə eləyir, çünki ism olaraq zikr ifadəsi keçərsə, Qurana diqqət eləsək, Allah öz vəhlərinə xatırlatma deyə öz kitablarına işarə eləyir. Demək, ayədə Allah bizə nəyə göstərir? Kitabdan sənə vəhy olunanı oxu, salatı yerinə yetir. Şübhəsiz ki, salat çirkinliklərdən, fühuşdan və münkərdən, yəni Allahın bəyənmədiklərindən, tanımadıqlarından
bizi çəkindirər. Bu Allahın böyük zikrullahıdır, yəni kitabıdır. Allah deyə bir ifadə keçirdər. Buradakı Rəbbinin kitabından sənə vəhy ediləni oxu və sələti yerinə yetir. Əslində sələti bizə izah edən kəlmədir. Burada keçən və kəlməsi bəzi insanlar bunu ayrı-ayrı bir şey kimi anlaya bilər. Çünki bizim dilimizdə və ifadəsi çox vaxt ayrıcı bir rol oynayır, amma əslində ərəb dilində bu şəkildə deyil. Bir neçə örnəklərini gətirəcəm. Misal üçün, Allah şeytan hilələrini bizə göstərəndə deyir ki, onlara heyvanların qulaqlarını çərtməyi və Allahın xəlqini, yaratmasını dəyişməyə əmr edəcəm. 4-cü surədə Allah göstərir şeytan hiləsini. Əslində Allahın xəlqini, yəni Allahın dinini dəyişməyə əmr edəcəm. Heyvanların qulağını kəsməklə. Yəni, buradakı və ifadəsi əslində izah edir ki, bu addım o niyə atır? Bir izah rolu oynayır. Yəni, bunu etməklə Allahın dinini dəyişəcəm. Allahın xəlqini dəyişəcəm. Eyni zamanda, misal üçün, vənin başqa anlamda keçdiyi yerə baxaq. Hədid surəsi 16-cı ayədə Allah deyir, İman edənlərin qəlblərinin Allahın zikri və haqdan endirilən üçün yumuşalması vaxtı gəlib çatmadımı? Burada İman edənlərin qəlblərinin Allahın zikri kitaba işarədir və haqdan nazil olan yenə də kitabın iki xüsusiyyətini göstərər. Yəni, ərəb dilində bu və ifadəsini, ərəb dilini az da olsa bilən anlayır. Bizim dilimizdə də əslində və ifadəsi vergül şəklində keçmiş bir ifadədir ki, oxunmasa da yəni vergül olaraq göstərilir. Bu ayədən biz nə anlayırıq? Bir də onu vurğulayım ki, tərcüməçilərin çoxu, hətta Əlxan Musayev də bunu bildiyi üçün bu ayəni bu cür tərcümə ediblər ki, Rəbbinin kitabından sənə vəhy olunanı oxuyaraq sələti yerinə yetir. Çünki zatən sələtdə, namazda insanlar Allahın ayətlərini səsləndirir, Allahın ayətlərini oxuyurlar. Və bu ayədə diqqət edəcəyimiz əsas məqamlardan biri sələt sizi münkərdən və fühuşdan çəkindirər ifadəsidir. Biz nəyə əsasən nəyin çirkin olduğunu bilirik, nəyə əsasən Allahın bəyənmədiklərini anlayırıq. Əlbəttə ki, Rəbbimizin bizə indirdiyi kitabdan. Allah deyir, Allahın neməti və mərhəməti olmasaydı sizdən heç kim heç vaxt təmizlənməzdi. Yəni, Allahın kitabı bizləri təmizləyən vasitələrdən biridir. Ona görə surənin də axırında Allah bildirir ki, bu Allahın böyük zikridir. Yəni, böyük kitabından söz açır. Yəni, bu ayədən də açıq aydın anlayırıq ki, sələt Allahın vəhlərini oxuyaraq yerinə yetirilməlidir. Ayələrdən nəyi anladıq? Bu ayələrdən çox da ayə vurğuladığım kimi sadəcə qısa keçməyə çalışıram. Böyük mövzudur. Biraz qısa keçmək də olmur. Toxunaq Quranda, sələtdə, namazda ənənəvi insanlardan öyrəndikləri, insanlardan öyrəndiyi namazda fiziki hərəkətlər deyə səcdə, qiyam, ruku şərt olaraq göstərirlər və hətta bunu izah etmək üçün vərəqlərdə necə durmalıdır, necə hərəkət etməlidir göstərirlər. Əslində isə Quranda belə bir hökm yoxdur. Quranda heç bir ayəsində Quranın sələtində qiyam et, sələtində səcdə et, sələtində ruku et deyə bir dənə də olsun ayət yoxdur. Heç olmasa o ayətlər olsaydı, sonra sələtdə səcdəni necə edəyi oturub araşdırmaq olardı. Amma bunlar yoxdur. Amma yenə də səcdə kəlməsi Quranda varmı? Var. Qiyam kəlməsi varmı? Var. Ruku kəlməsi varmı? Var. Və nə anlamda keçdiyinə qısa bir neçə ayətlərlə nəzər salaq. Misal üçün, sələtdə qiyam ifadəsi var, amma sələtində qiyam et deyə bir ifadə yoxdur. Belə bir əmr yoxdur Quranda. Əksinə, belə bir əmr var. Sələti iqamə et, sələti ayaqda tut, sələti yerinə yetir deyə Allah əmri göstərər.
amma sələtində qiyam et deyə bir ifadə olmaz. Eyni zamanda qiyam ayaq üstü durma mənası da verə bilər, amma eyni zamanda hardasa olma mənası da verir. Misal üçün Allah küfür məqsədinlə tikilən məscidlərdə heç zaman qiyam etmə nəbiyə bildirir. Yəni orada olma anlamı verir. Qiyam etmək orada olmaq anlamı verir. O demək deyil ki, qadağan olunmuş həmən ki o pis niyyətlə tikilmiş, möminlərə nəzarət etmək üçün, göz qulaq olmaq üçün tikilmiş məscidlərdə nəbi ayaq üstə dura bilməzdi, amma otura bilərdi. Orada olmama anlamı verir, orada olma deyə bir əmr verir Allah. Keçək səzdə ifadəsinə. Səzdədə diqqəti çəkən nədir? Quranda səzdə ifadəsi əvvəllər mən düşünürdüm ki, fiziki həm də mənəvi anlamda keçir və əslində heç bir, yəni bugün iddia olunan fiziki mənada keçən, hansı ki düşünürdük ki, xarra ifadəsindən, qapanma ifadəsindən səzdə keçərsə, bu fizikidir. Amma sadəcə keçərsə səzdə, bu mənəvi anlamda əmrə təslim olma, əmri yerinə yetirmə anlamı verir. Amma əslində indi ayələrə baxaraq bütün keçən səzdələrə düşünək. İlk növbədə istəyərdim Yusif Nəbinin atasına gördüyü yuxu haqqında danışır. 12-ci surə Yusif surəsi 4-cü ayə. O zaman Yusif atasına dedi, ey ata, şübhəsiz ki, mən 11 ulduz və günəşi, ayı gördüm. Gördüm ki, onlar mənə səzd edirlər. Burada nə düşünürük? Yusif görmüşdü ki, günəşin, ayının əl-ayağı var. Yəni onlar biz bildiyimiz səzdənmi edirlər? Yəni bunu necə canlandırırsınız? Əslində biz Qurana görə bunu necə anlaya bilərik? Misal üçün, Həd surəsinin 18-ci ayəsində Allah deyir, görmədinmi ki, göylərdə və yerdə olanlar, günəş, ay, ulduzlar, dağlar, ağaclar, heyvanlar və insanların çoxu Allaha səzd edər. Baxın, burada vurğuladı Allah günəşi, ayı, ulduzları, hər bir şeyi vurğuladı, heyvanları, hamısını Allaha səzd etdiyindən danışır və insanların çoxunun Allaha səzd etdiyindən danışır. Əlbəttə ki, günəşin Allahın əmri ilə gəlməsi, işıqlandırması, batması, yəni yox olması və yaxud ulduzların çıxması, görməyimiz ulduzları, eyni zamanda hər birinin şübhəsiz göz işləri var. Dağlar, Allah bunu xüsusi məqsədlə yaradıb, dağlara öz işi var. Ağaclar, heyvanlar hərəsinə bir əmr verib, əvvəldə vurğuladığımız kimi, onlar Allaha səzd edirlər. Yəni Allahın üstünlüyünü, böyüklüyünü qəbul edir, eyni zamanda onun əmrinə tabe olurlar, yerinə yetirirlər. Yəni bu ayədə heç kim bunu fiziki mənada yox, təbii ki, fiziki bir şey var, o isə Allahın əmrlərini yerinə yetirmək, təslim olmaqdır, o anlamdadır fiziki. Və Yusifin yuxusunda ulduzların, 11 ulduzun və günəşin ayınına səzd etməsi təbii ki, anlayırıq ki, onun əmrində olması, onun itaətində olması, onun istəyi ilə hərəkət etməsi anlamında işlədir. Və bu ayəni daha yaxşı anlamağımız üçün, səzdəni anlamaq üçün ümumiyyətlə Yusif surəsi 100-cü ayətə baxmalıyıq. Allah buyurur, və valideynlərini, yəni Yusif valideynlərini taxt üzərinə qaldırdı və onların hamısı onun üçün səzdiyə qapandılar. Yəni bunu necə anlayırıq? Yaqub, yaşlı Yaqub, anası və 11 qardaşı yerə qapandılarmı Yusif üçün? Səzd etdilər. Bu necə baş verir ki, ata-anasını taxt üzərinə qaldırdıqdan sonra onlar yerə qapanıb ona səzd etdilər? Əlbəttə ki, bu cür deyil, bu qapanma kəlməsinə diqqət edəcəyik və dedi, ey ata, bu öncədən gördüyüm yuxunun yozumudur
sahibim onu bir həqiqət etdi. Yəni yuxuda gördüyü 11 ulduz qardaşları, günəş, ay isə anası və atasından söhbət gedir. Bu ayəti necə anlayaq? Səzdəyə qapandılar. Səzdə bir təslimiyyətdir. Qapanma isə təslimiyyətə qapanmaqdır. Unutmayaq, Yusif yuxusunu atasına danışdıqda atası onun bir varis olacağını, İsrail oğullarına varis olacağını, Allahın onu seçəcəyini göstərir və təbii ki, artıq nəbilik Yusifə verilmişdi və atası, anası və qardaşları ona tabe olmaqla, təslim olmaqla, ona gələn vəhlərə təslim olmaqla əslində Allaha səzd etmiş olurlar, tabe olmuş olurlar. Səzdəni daha yaxşı anlamaq üçün Nəhl surəsinin 49-50-ci ayələrinə diqqət edək. Göylərdə və yerdə olan canlılar, eləcə də mələklər Allaha səzd edərlər. İndi baxın, diqqət edək, Allah göstərəcək ki, səzdə nədir? Göylərdə və yerdə olanlar, olan canlılar, eləcə də mələklər Allaha səzd edərlər, təkəbbür etməzlər. Onlar özlərinin üstündə olan Rəbbindən çəkinərlər və əmr olunduqları şeyləri yerinə yetirərlər. Yəni, əmr olunduqları şeyləri yerinə yetirmək, Rəblərindən qorxmaq, onların Allaha olan səzdəsidir ki, Nəhl surəsi 49-50-ci ayələrdə Allah bunu mükəmməl şəkildə bizə izah edir. Eyni zamanda fiziki səzdəyə yozduqları ayət İsra surəsi 107, 108, 109-cu ayələri oxumaq istəyirəm. Ona inanıb güvənin, yəni Qurana, ya da inanıb güvənməyin. Şübhəsiz ki, ondan öncə, yəni bu kitabdan öncə elm, kitab verilmiş kimsələrə oxuduğun zaman səzdə edərək çənələrinə qapanarlar. Baxın, bu çox maraqlı ifadədir. Tərcüməçilər bunu üzü üstə səzd edərlər, verirlər. Əslində, üzü üstə səzd etmə ifadəsi yoxdur. Çənələri ilə qapanma var. Yəni, səzd edərək çənələri ilə qapanarlar. Yəni, çənəsi üstündə səzd etməyi biraz yoxlasaz, görəsiniz ki, çənəvizə yerə qoysaz, heç nə danışa bilməzsiniz. Heç hər adamda çənəsini yerə qoyaraq səzd etmək biraz çətin məsələdir. Hamı alnın qoyur nədənsə, amma burada ümumiyyətlə namazdan söhbət getmir bu ayətdə. Kitab əhlinə nəbi ayələri oxuduğu zaman onların göstərdiyi təpkidən söhbət gedir. Yəni, bu ayədə heç fiziki namazdan söhbət getsəydi, üzr istəyirəm, fiziki səzdədən söhbət getsəydi belə, yenə də bunun namazla əlaqəsi yoxdur. Çünki buradakı səzdə və xarra ifadəsi keçir, çənələrinə xarra etmək, qapanmaq və düşünürəm ki, ardından gələn ayət çənələrinə qapanmanın nə olduğunu göstərir, onların danışığı olduğunu bizə izah edir. Yəni, çənə danışdıqda tərpənən bir hissəmizdir. Düşünürəm, Allah danışmağa işarə eləyir. Nə deyirlər, çənələrə qapanma nədir? Ardı göstərir bizə və dedilər, sahibimiz sübhandır, sahibimizin vədi yerinə yetmişdir. Yəni, Allah öncəki kitabda Nəbinin gələcəyini vurğulamışdı. Ali İmran surəsi 81-ci ayətə də baxa bilərik və yaxud Ərəf surəsi 156-157-ci ayələr olmalıdır. Orada Nəbinin gələcəyi işarə olunmuşdu və onun Rəbbimiz pakdır, müqəddəsdir deyirlər və sahibimizin vədi yerinə yetmişdir deyə vurğulayırlar. Və Allah 109-cu ayədə göstərir və onlar ağlayaraq çənələrinə qapanarlar və onların mütlüyünü artırar. Bu ayətin bənzər ayətləri 5-ci surənin 82-ci, 83-cü ayətləridir. Yenə də kitab əhlindən söhbət gedir və onların yenə də dediyi sözləri Allah bizə göstərir.
İnsanların düşmənliyində inanıb güvənənlərə, yəni möminlərə qarşı ən güclü düşmən Yahudi və şərik qoşanları görərsən və sevgi olaraq onlara, inanıb güvənənlərə ən yaxın olanları isə biz xaspərəstik deyənləri görərsən. Hansı xaspərəstlər, hansı nəzranilər Allah deyir, bizə göstərəcək. Ardından gələn 83-cü ayədə Allah deyir və Rəsula endiriləni dinlədikləri zaman haqqı tanıdıqları səbəbilə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər, sahibimiz, biz inanıb güvəndik, artıq bizi şahidlərlə bərabər qeyd et, yaz. Və niyə biz Allaha və bizə gələn haqqa inanıb güvənməyək və biz sahibimizin bizi salih qövmi ilə bərabər cənnətə daxil edəcəyinə ümid edirik. Yenə də onların dilləri ilə iman etmələri, təsdiq etmələrini göstərir. Və eyni zamanda 28-ci surənin 53, 54-cü ayətləri eyni mövzuya aiddir və onları oxunduğu zaman dedilər, biz onunla inanıb güvəndik, yəni kitabla, şübhəsiz ki, o sahibimizdən bir həqiqətdir. Şübhəsiz ki, biz ondan öncə də, yəni Qurandan öncə də təslim olanlardan idik. Bu ifadəni kitab əhlinin içində zülm etməyənlər, Allah deyir, kitab əhli eyni olmaz. Onların içində bir zümrə vardır ki, gecələr Allahın ayələrini oxuyar və onlar səzd edənlərdir, yəni təslim olanlardır. Məhz o şəxslərdir ki, burada Quranı dinlədikdə necə təpki göstərdikləri, necə iman etdiklərini Allah bizə xəbər verir və onların əslində səzdiyə qapanmaları Allahın ayələrini, onlara verilmiş əmri yerinə yetirmək idi. Bu isə vurğuladığım kimi 3-cü surənin 81-ci ayəsində və yaxud Ərəf surəsinin 156-cı ayəsində görəcəyik ki, Nəbi gəldikdə onu dəstəkləməli idilər, ona iman etməli idilər və bunu edənlər zatən çənələri ilə, dilləri ilə səzdiyə qapananlar sayılırlar. Qapanma ifadəsi, xarr ifadəsi Quranda fiziki anlamda qapanma, yəni yerə düşmə anlamında işlənən bir ifadə olduğu kimi, eyni zamanda da məcaz anlamda da keçən, qapanma mənasında keçən bir ifadədir. Misal üçün, Furqan surəsindən 68 olmalıdır, səhv də deyə bilərəm, amma ayəti olduğu kimi deyəcəm. Allah möminlərdən danışır və vurğulayır ki, onlar Allahın ayələri onlara oxunduğu zaman özlərini, onlar deyir Allahın ayələrinə karlar və korlar kimi qapanmazlar. Yəni, mömin kar və kor olaraq Allah ayələrinə qapanmaz. Bu nə deməkdir? Biz birinci düşünməliyik, kar və kor olaraq ayələrə qapanmaq nə deməkdir? Bunu da Quranda biz diqqət etsək, görəcəyik ki, o qədimlərin əfsanəsidir deyirdilər, o keçmişlərin əsatirləridir, əsərləridir. O bir qulaqdır, onu başqa yerdən dinləmişdir, ona başqa bir tayfa öyrədir, onu özündən uydurmuşdur kimi ifadələr Allahın ayələrini eşitdiyi zaman ona kar və kor kimi qapanmadır. Bunun tərsi isə əlbəttə ki, möminlərin səzd edərək qapanmasıdır. Ayələri eşitdikləri zaman eşitdik və itaət etdik demələridir. Və istəyərdim çox insanın göstərdiyi Nisa surəsi 102-ci ayətə toxunum. Hansı ki, cəmiyyətdə belə bir şey var. Bəzən Quran tək rəhbərdir deyənlər arasında çalışırlar bu ayə ilə namazı izah etsinlər, namazı göstərsinlər qarşı tərəfə. Halbuki biri var, özün namaz qılırsan, çalışırsan, işarə axtarasan o qıldığın namaza. Biri də var, həqiqətən də namazı Qurandan öyrənirsən. Yəni, vurğuladığım kimi Allah sələtli kitab oxuyaraq yerinə yetirməyi göstərib, amma heç bir hərəkət göstərməyib. Yəni, xüsusi bir hərəkət olmalıdır, ayaq üstə durmalısan, ayaq üstə dur namazında deyə bir ifadə yoxdur. Namazında səzdə et,
necə səzdə edəsən onu da göstərməyib. Onu da qeyd edeyim ki, bu gün cəmiyyətdə 4 cür, 5 cür və daha çox səzdə formaları sayaram ki, misal üçün səzdə deyə bütpərəstlər tamamilə üz üstə yerə uzanırlar, əllərini qabağa uzadırlar və xristianlarda da bu var. Diz üstə çöküb, əllərini qabağa, sifətlərini yerə uzanırlar. Eyni zamanda bəzi məzhəbə görə 7 əza dəyməlidir yerə. Eyni zamanda yarımçıq tənzim etməyə də bəzi qollar səzdə deyə keçirdirlər. Yəni baş əyməyin özünə də səzdə deyirlər. Və bu ayəti çox vaxt misal gətirirlər. 4-cü surənin 102-ci ayəsini. Bura qədər vurğulayım, bu ayətə qədər onsuz da və bundan sonra da Allah heç bir Quran ayəsində namazında qiyam et, namazında səzdə et, namazında ruku et deyə bir ifadə işlətməz. Bu ayə necə keçir, gəlin diqqətlə baxaq. Və sən onların içində olub, onlar üçün salatı iqamə etdirdiyin zaman, yəni namazı yerinə yetirdiyin zaman, onlar səninlə, onlardan bir dəstə səninlə birlikdə iqamə etsin, yerinə yetirsin. Yəni, baxın, tərcümələr burada böyük bir öz yanlışlıqlarını göstərmək üçün, bəraət qazandırmaq üçün burada 2 dənə iqamə ifadəsi keçir. Sən onlar üçün sələti iqamə etdirdiyin zaman gəlib səninlə iqamə etsinlər. Bu iqamənin birincisini tərcümə eləyirlər ki, sən onlar üçün namaz qıldırdığın zaman iqaməni qıldırdığını eləyirlər. İkincidə isə gəlib səninlə dursunlar deyə tərcümə eləyirlər. Sanki buradan göstərmək istəyirlər ki, gəlib ayaq üstə durmaq lazımdır. Halbuki burada 2 dənə iqamə ifadəsi keçir. Gəlin ikisini də düşünək. Birincidə Allah deyir, sən onlar üçün salatı, namazı ayaqda tutduğun zaman, yerinə yetirdiyin zaman, iqamə etdiyin zaman gəlsinlər səninlə iqamə etsinlər. Nəyi? Salatı. Yəni, əslində doğru tərcümə bu cürdür. Sən onların içində olub, onlar üçün salatı yerinə yetirdiyin zaman gəlib səninlə yerinə yetirsinlər, yəni salatı yerinə yetirsinlər. Və Allah vurğulayır, silahlarını özləri ilə götürsünlər. Beləcə, səzdə etdikləri zaman, yəni bir dəstə səzdə edən kimi, sizin arxavıza keçsinlər, yəni sizi qorusunlar. Bu döyüşdə baş verən sələtdən, namazdan söhbət gedir və digər salatını yerinə yetirməyənlər gəlib səninlə bir yerdə salatı yerinə yetirsinlər. Burada səzdə edən kimi sizin arxavıza keçsinləri deyirlər, bax gördünüz, biz namazda səzdə tapdıq. Yəni Allah deyir, səzdə edən kimi arxavıza keçsinlər. Birinci burada səzdə tapmısınızsa, gəlin bu səzdəni Qurana görə anlayaq. Qurana görə anlamaq istədikdə isə görəcəyik ki, Allah demək istəyir ki, bir dəstə əmri yerinə yetirdikdən sonra, yəni namazı yerinə yetirdikdən sonra, yəni səzdə etdikdən sonra Allahın əmrinə getsin, digər dəstə gəlsin, sələti yerinə yetirməyən səninlə sələti yerinə yetirsin. Yəni burada yenə deyirəm, biri var qıldığınız namaza işarə axtarırsınız, biri də var ki, Qurandan namaz öyrənirsiniz, Qurandan səzdəni öyrənsək, Qurandan qiyamı öyrənsək, Qurandan rukunu öyrənsək, bunların sələt vaxtı, sələtül iqamə vaxtı heç bir əlaqəsinin olmadığını görürük. Buradakı səzdənin də Allaha əmrinə boyun əymək, yəni sələti yerinə yetirməyin tamamlamağa bir işarə kimi Allah göstərir. Ümid edirəm ki, danışdıqlarım faydalı oldu. Çox bacardığım qədər qısa danışmağa çalışdım. Sadəcə uzun mövzudur. Çox ayətlər demədim. Amma ümid edirəm ki, bu baxışla yenə də özünüzdə Quranı oxuduqda daha da çox dəlilin bunun görmüş olasınız. Hidayətə tabe olanlara salam olsun.